Değerli izləyicilərim, bugün sizlərə bir həyətdə 2 ev olan belə bir şəxsi tikili evlə tanış edirəm. Daha doğrusu evlərlə tanış edirəm. Ümumilikdə 4 sotun içərisindədir. 2 evdir burada. Deməli, bu gördüyünüz bir mərtəbəli ev 90 kvadratdır. Bu ev isə 450 kvadratdır, hörmətli izləyicilərim. Ümumilikdə 4 sotun içindədir. Yerləşmə yerdə Maştağa qəsəbəsində Zabbat Maştağa şossesindən cəmi 10 metr məsafədə. Bəli, düz 10 metr məsafədə. Bütün kommunallar daimi, qazı, suyu, işığı, gördüyünüz kimi sayğacına qədər mövcuddur. Həyətində sanitar qovşağı da var. Keçirəm indi evin otaqları ilə sizi tanış etməyə başlayaq. Bu 2 mərtəbəli evdən təmiri yarıda qalıb. Keçirəm indi evin içərisini təqdim etmək sizə. Deməli, bura koridor olan hissədir. Solda yerləşir belə bir mətbəx. Burada belə bir qonaq otağıdır. Gördüyünüz ki, evin bəzi təmir işləri qalıb. 2 mərtəbədən ibarətdir dediyim kimi. Yuxarısında 4 otaqdır. Aşağısında da bir mətbəx, bir qonaq otağıdır. Və burada da belə bir sanitar qovşaqdır. Böyük. Gördüyünüz kimi böyükdür. Burada da qarajıdır. Birbaşa küçəyə açılır. Gördüyünüz kimi qaraj geniş. Qarajda rahatlıqla 2 maşın həyətə daxil ola bilir. Şimdi çıxaq 2-ci mərtəbəyə. Hörmətli izləyicilərim, keçdik 2-ci mərtəbəyə. Bura hol olan hissədir. Solda yerləşir belə bir birinci yataq otağı. Bura ikinci yataq otağıdır. Belə bu hissədə digər bir yataq otağıdır. Və burada həm yataq otağı demək olar, həm qonaq otağı üçün də ideal bir variantdır. Ev dediğimiz gibi yoldan 10 metre demiştik değerli izleyicilerim. Daha əsas magistral yoldur. Bütün marşrut xətləri evin yaxınlığından keçir. Araz Market, Tam Store, digər obyektlər hamısı bu evə yaxındır. Keçsəm indi digər ikinci içərisində yaşayış olan bir mərtəbəli evə. Keçid edirik digər yaşayış olan evə. Hörmətli izləyicilərim, daxil oluruq. Qalxırıq indi evimizə. Deməli, burada da qarşılayır bizi belə bir koridor olan hissə. Koridor, koridordan solda yerləşir mətbəx. Onu da qeyd edeyim ki, ev sahibi dedi ki, elektronikadan başqa bütün əşyalar qalır. Bu da o demək ki, mətbəx mebeli qalır, qonaq otağının, yataq otağının mebellər də qalır. İstili sistemdə kombidir. Və onu da qeyd edirik ki, elektronlardan da kondisioner evdə qalacaq. Bunu da qeyd edeyim. Bu hissədə yerləşir belə bir sanitar qovşaq və hamam otağı. Bu qapı soruşa bilərsiniz ki, nədir? Evin arxa hissəsində keçiddir. Burada yerləşir kombi. Kiçik bir həyət kimi hissə var orada. Sağda yerləşir belə bir qonaq otağı. Və bu hissədə isə yataq otağı yerləşir. Gördüyümüz kimi dəyərli izləyicilərim. Və sonda onu da qeyd edək ki, gördüyünüz bu evin qiyməti start olaraq deyilir 220.000 manat, real alıcıya sahibi tərəfindən endirim olacaq. Yerləşmə yerdə təkrarlayıram, Maştağa qəsəbəsində. Maştağa Zabrat şossesinin düz üzərində əsas magistral yoldan 10 metr videoda təqdim edilmişsə ki, magistral yoldan məsafəsini orada gördünüz. 10 metr məsafədədir. Yəni sənəddə kupça çıxarış, paket kupçadır. 4 sotun içərisində. Əlaqə nömrəmiz səhifəmizin bio səsində mövcuddur. Əgər sizə də bu ev maraqlısa, səhifəmizdəki nömrələrlə əlaqə saxlaya bilərsiniz. Bizi izləməyi unutmayın, sağ olun.